Səyyar Asan Xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə səyyar asan xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub. 2013-cü ildən həyata keçirilən səyyar asan xidmət vasitəsilə bugünədək vətəndaşlarımızın 3 milyon 320 mindən çox müraciəti qeydə alınıb. 2025-ci ildə isə bu rəqəm 173 mindən çox olub. Asan xidmət və asan kommunal mərkəzlərinə müraciət edən vətəndaşların ümumi statistikasına nəzər yetirdikdə isə müraciətlərin yay mövsümü ərəfəsində 100 milyona çatması proqnozlaşdırılır. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Eşitdim, asan xidmət Qusara gəlib və bəzi dəyişmək lazım olan sənədlər var idi. Rahatlıqla yaxınlaşdım. Bütün nə lazımdırsa tez bir zamanda xidmət göstərirlər. Hansı ki, Qusarda asan xidmət yoxdur deyənə cəmaətə çox rahatçılığı yaradırlar. Çox sağ olsunlar, gəlirlər. Xarici pasportunu dəyişməyə gəldim. Vaxtı ötmüşdü. Gəlib rayonumuza asan xidmət bizə həm vaxta qənaət elədik, həm də bizə asanlaşdırdı. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Xatırladaq ki, asan xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təşkil edilən 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.